Bu hekayəni qalmaqal üçün yox, Kapital Bank müştərilərinin diqqətli olması üçün paylaşıram. Çünki elə insanlar var ki, məlumatsız olurlar. İndiki dünyamızda hər şeyin innovativ şəkildə olduğu bir dövrdə yaşlı insanlar var, pensiyacılar var ki, onlar məlumatsızdılar və bilmirlər. Kapital Bank əməkdaşı adı ilə bugün mənə zəng olub və təbii ki, mən heç bir Kapital Bankla bağlı heç bir məlumatı vermədim, nə təsdiq kodu, nə kart məlumatlarını. Amma indi nömrələri növbəti hekayəmdə paylaşacağım. O nömrələrdən gələn zəng diqqətli olun. Mən həmən Kapital Bank əməkdaşlarına telefon açdım. Bu hekayədən əvvəl paylaşdığım nömrələri bir bank əməkdaşlarına yönləndirdim. Onlar mənə bildirdilər ki, bu nömrələr bir bank nömrələri deyil və ümumiyyətlə bir bank işçiləri heç bir zaman WhatsApp nömrəsi üzərindən telefon açmırlar və danışan səs robotvari bir səs idi. Özünü gah Natiq Hüseynov kimi təqdim etdi, gah Natiq Quliyev kimi təqdim etdi. Sonra sanki rəhbərliyinə yönləndirdi. Amma səs eyni idi və aydın məsələ idi ki, o süni intellektlə dəyişilmiş bir səs idi və özü danışarkən də ətrafında, yanında başqa bir səs ona müdaxilə eləyirdi. Və mən həmən başa düşdüm ki, bu dələduzluqdur. Lütfən diqqətli olun, dələduzlara qarşı məlumatlarınızı, kart məlumatlarınızı paylaşmayın və belə bir şey olarsa mütləq şəkildə bir bank əməkdaşlarını